Oturmaq istəyirəm də, gezmək istəmirəm. Tez yorulma var. Yoruluram mən. Tez yorulursun. Biraz əyləncəli tez yorulursun. Yoruluram. Düz başa düşdün? Düzdür. Xəstədə halus valgus hər iki tərəfli. Bu da deməkdir ki, qamət problemi xəstədə ən azı 10 ildən yuxarıda var və qamət probleminə görə də əslində bu halus valgusun əmələ gəlmə səbəblərindən biri də qamət pozukluğu. Belin lordozu artıq tam kifoza çevrilib, arxaya əyilib. Burada %100 kompresyon sınıqları da var. Yəni bütün döş bel fəqərləri bir səviyyədə kifoz. Oma da onun ardı kimi görünür. Tam bir səviyyədə. Normalda döş kifozu və bel lordoz olmalıdır. Bura belə çökük olmalıdır, sonra bir də oma. Amma burada xəstədə hamısı bir səviyyədə gəlir. Yeni yaxşı da aşağı ətraf oynaqları yaxşı işləyir. Belə vəziyyətdə əsasən dizlərdə də artroz olur. Yanaşı xəstəliyiz var, şəkər, zob. Mərziyə xanım Rüstəmova. Buyur. Doktor, mən bu dizlərimin qığırdağı dağılıb, şirişi gidib, mən düzəlmir, ölürəm. Revmatoid artrit neçə ildir var sizdə? Doktor, mən bilməmişəm. Mən hardasa bu xəstəliyi mart ayından, mənim əlim ayağım Mart ayından ağrıyırsınız. ağrıyır. Amma bilməmişəm ki, məndə revmatik artrit var. Mart ayından bu günə qədər. Amma təxmini iyun ayından bilmişəm ki, məndə bu revmatizm var, yüksəkdir. Onlar nisbətən. Oynaqlarda şişkinlik var. Oynaqlarda var. Bir də ki, ayaqlarda var. Bax, burada var. Yumruğunuzu sıxın Bu, xəncə. məsələn, yığıram, bax, bunu belə çox yığa bilmirəm. Açın. Amma bu yox, bunda dinki yox. Bu biraz ağır var, amma onun kimi deyil burada. Yox, sıxmasın, rahat ol. Ağrı var. Yox, ağrı. O əvvəlki vəziyyətindən bugünkü günə nə dəyişibdir? Onları mənə deyən görüm. Çox şükür. Bax, əvvəl nə təriydin, indi necəsən? Gəldim bura, indi siz nə yazmışdınız? Müalicə elədim, 7-8-ci gündən özümü yaxşı hiss elədim, sağ olsun. Fındıq sezonuna da getdim, işlədim. O vəziyyətdə Hətta işləyə də bildin. Həqiqətən işləyə də bildim, sağ olsun da. Ondan sonra işə də gəldim. Amma məndə belə təsəvvürat var idi ki, bura gələnə kimi isti vannan, hətta ora gir, az qaldı gedəcəkdim. Siz dediniz ki, onlar qətiyyən olmaz. Quma girməyə, isti vanna olmaz. Yəni sağ olsun, ondan sonra özümü yaxşı hiss edirəm. İndi çoxdan gəlmək istədim sizin yanınıza. İndi vəziyyət deyirsən yaxşıdır. Vəziyyət yaxşıdır. Bu arada yəqin. İndi sənə təkrar bəzi dərmanlar, o həmin atdığın dərmanların sadəcə biraz dozalarını azaldacağıq. O dozaları qəbul edəcəksən, inşallah ondan sonra bir də 3 aydan zaten sonra görüşəcəyik. İnşallah. Gəzə bilmirəm, əqilib bir ayağı belə, o bir ayaqda yavaş-yavaş hələ olur. Onlar Neçə vaxtdır beləsən ana? 60 yaşdan bu yana 5 il var. 5 ildir beləsən. Onlar sırağa gün, dünə yox, sırağa gün çıxartmışam. Hoppa, sol diz vəbşi bərbaddır, sağ diz yenə ona baxanda babatdır.
Sizi bu MRT-ni eləyəndə xanım, əməliyyat demədilər. Demişdi ya vaxt, onu görə əməliyyatdan qorxuram axı. Əməliyyat istəmirəm falan, doktor bir müalicə ilə bax da. Xanım, müalicə ilə nə? Nə bilim, siz bilirsiniz. Yaxşı, müalicə eləmək istəyirdinsə, bu 21-ci ildən 3 ildir, bunu niyə saxlamırsınız xanım? Mən nə bilim, Allah müsəlmanlıqda. Xanım, bu diz %100 əməliyyatlıqdır. Ay. Bəli. Bəlkə nəsə eləmək olar deyirsənsə, onda onu təzədən əməliyyat eləməlisən. Görək bu 3 ildə orada bir şey ilişib qalıbmı? Ona nəsə eləmək mümkündürmü? Bu 21-ci ildə onu çəkdirən kimi gəlsəydin, hə, babatlaşdırmaq olardı, yaxşılaşdırmaq olardı. Amma indi bu saatlar hansı vəziyyətdədir, biz onu bilmirik.